Salam əziz həmvətənlər. Bugün biz Siyəzən rayonunda şəhidlər xiyabanına gəlmişik. Şəhidlərlə bağlı həm şəhidləri ziyarət edək, həm də ki şəhidlərlə bağlı Bakı şəhərində, İstiqlal Muzeyində şəhidlərlə bağlı biz istəyirik ki, orada bir güşə muzey yaradaq. İstər birinci Qarabağ müharibəsi şəhidləri, istər ikinci Qarabağ müharibəsi şəhidləri. Yəni bizim üçün o şəhidin fərqi yoxdur. Nə vaxt döyüşübsə, biz ona fərq qoymuruq. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Bakı şəhərində, İstiqlal Muzeyində yaradacağımız muzeydə bu şəhidlərlə bağlı qələmləri təhkil etdirək və o muzeyə yerləşdirək. Qələm deyəndə, yəni bu qələm adi bir qələm deyil. O qələmin içərisində şəhidlə bağlı məlumatları yazılıbdır. Yəni şəhid hardan anadan olub, harada döyüşüb, hansı medallarla tərtib olunubdur, onunla bağlı bilgilər var. Bu qələmlər heç bir adi qələm deyil. Bu qələmlərin ömrü 300 il, 400 il olur. Çünki o qələmlər elə bir materialdan hazırlanır ki, o xarab olmur. Orada həm qələmlərdir, həm kutulardır, qələmin kutuları, şəhidin adından bağlı, şəhidin şəklindən bağlı və bayraqlardır. Bir də onların çantasıdır. Biz yəni 2022-ci illə bu işlə məşğuluq. Ancaq muzeyi yaratmaq məsələsi 2022-ci ildən biz bu işlə məşğul olarkən fikirləşdik ki, bu muzeydə həm şəhidin qələmlərinin kutularını yerləşdirək, həm də şəhid ailələrinə görüş keçirək və onlara da təqdim olunsun. Yəni o qələm qabları, qələm kutuları iki nüsxədən ibarət olsun. Birini şəhid ailələrinə görüş keçirib onlara təqdim eləmək, birini də İstiqlal Muzeyində yerləşdirmək gələcək nəsillər üçün. Bu işin məğzi ondan ibarətdir ki, gələcəkdə 100 ildən sonra, 200 ildən sonra hansısa bir yazıcı, hansısa bir yazar ona şəhidlə bağlı hansı məlumatı əldə etmək istəsə, o gedib orada o muzeydə o qələm qabların, yəni o qələmlərin içində həkk olunmuş yazılardan ibarət yazıları götürüb və onun haqqında, yəni o şəhidlər haqqında olan materiallardır. Şəhidlər haqqında nəsə bilgi əldə edə bilərlər. Həm də bu gələcək nəsillər üçündür. Bizim gələcək nəsillərimiz bilsin ki, bugünkü firavan yaşamağımızın səbəbi şəhidlərin hesabındadır. Ona görə də biz təşəbbüs qrupu olaraq çalışırıq ki, bunların adlarını əbədiləşdirək, heç bir şəhid yaddan çıxmasın və öz minnətdarımızı bildirmək istəyirik ki, bu işə bizə dəstək olanlara. Bu işlə bağlı bu günlər gəlmişim, İcra Hakimiyyətinin nümayəndəsilə görüşmüşəm və onlara bu məlumatı vermişəm ki, yəni biz bu işlə məşğuluq. Yəni bu işdə bizə dəstək olsunlar. Sağ olsunlar. Onlar da ki, dedilər ki, yəni əlimizdən nə gəlir, köməklik edə bilərik. Bir də ki, üzümü tuturam o iş adamlarına, hansı ki, hər rayonun öz şəhidi var da, hər rayonun öz iş adamları var. Onlar da bu işə canla başla dəstək olmalıdır. Çünki onların səbəbinə biz bu günləri firavan yaşaya bilirik. Yəni bu elə bir çox güclü maliyyə də tələb eləmir ki, deyək ki, kiminsə gücü çatmaz, sözü bir köməklik eləsələr, yəni biz o muzeyi ərsə gətirə bilərik. İstəyirik ki, bizim muzeydə hər bir rayonun özünün ayrı stendi olsun, orada qələm qabları, qələmlər, onun çantası və bayrağı orada görsənsin. Yəni o bayraqda şəhidin şəklindən olan bayraqlardır. Yəni bizim məqsədimiz budur. Yəqin ki, bizim səsimizə səs verənlər, Siyəzən rayonu İcra Hakimiyyəti bizə dəstək ola bilər. Ondan sonra iş adamları bizə dəstək ola bilər bu işdə. Öncədən biz öz minnətdarımızı bildiririk və onu demək istəyirəm ki, mən belə başa düşürəm ki, yəni bu şəhidlərin adlarını əbədiləşdirmək hər birimizin borcumuzdur. Hər birimizin borcumuzdur. Yəni bu şəhidlərin səbəblərinə biz bugünkü gün rahat yaşayırıq. Çox sağ olun, öz minnətdarımı bildirirəm. İş adamlarına demək istəyirəm ki, çalışın siz də dəstək olun. İstər Respublikanın
daxilində istəyir respublikadan kənarda yaşayan iş adamlara müraciət edirəm. Bu işdə bizə dəstək olsunlar.